Salam, hər vaxtınız xeyir olsun, əziz millətim. Nəzərinizə çatdırmaq istəyirəm ki, ayın 23-ü, yəni dünən yox, sırağa günü, səhər saat 8-9 radələrində mənim halım dəyişdi, sinəmdə kəskin yanğılar başladı. Bununla bağlı mən Şirvanda idim həmin vaxtı. Bununla bağlı mən Şirvan şəhər mərkəzi xəstəxanasının kardiologiya şöbəsinə getdim. Daha doğrusu xəstəxanaya getdim göynəlti ilə bağlı. Mənə məsləhət bildilər ki, kardioqramma verim. Getdim kardioqramma verdikdən sonra mənə bildirdilər ki, təcili olaraq sizi əməliyyata hazırlamaq lazımdır. Əməliyyat blokuna vəziyyət çox gərgindir. Demək, bunu mənə Şirvan şəhər mərkəzi xəstəxanasında sahib doktor, Zemfira həkim, bunlar məsləhət bildilər və dərhal məni Şirvan şəhər xəstəxanasının nəzdində olan kardiologiya ürək mərkəzinə, regional ürək mərkəzi, belə bir adı var, ora göndərdilər və ürək mərkəzində məni anjo elədilər və anjo zamanı çox həkim əziyyət çəkdi. Nicat həkim var orada. Nicat həkim çox gözəl həkimdir. Demək, Nicat həkim orada əziyyət çəkdi və məni anjo elədi və məsləhət bildi ki, məni əməliyyata yox, demək, mənim ürəyimə bir stent deyirlər. İndi Azərbaycan türkçəsi ilə mən bilmirəm o nədir, onun mənası, söz necə səslənir, stent qoydular. Və bir həftə 10 gün məsləhət bildilər ki, mən sakit bir həyat tərzi yaşayayım, ondan sonra aktiv yaşayışa başlaya bilərəm. Demək, məni ölümdən qaytardılar. Mən belə bir diaqnoz qoydular, infarktla ora getmişəm, ürəyin bilmirəm nə infarkı, belə bir infarktla getmişəm. Çox ağır bir vəziyyətdə mən xəstəxanaya çatdırıldılar. Çox operativ şəkildə işlədilər. Məni çox operativ şəkildə əməliyyat masasına çatdırdılar və çox, necə deyərlər, gözəl bir şəkildə mənim əməliyyatımı anjoyu, yəni keçirdilər və stent qoydular ürəyimə. Ona görə bütün Şirvan şəhər mərkəzi xəstəxanasının həkimləri, Zemfira həkim, sahib həkim, ondan sonra ürək mərkəzindən baş kardiologu Nicat həkimə xüsusilə təşəkkürümü bildirirəm və xüsusilə Şirvan şəhər mərkəzi xəstəxanasının direktoru Pərviz Rüstəmbəyova təşəkkürümü bildirirəm ki, o bütün bu işlərə nəzarət elədi. Hətta mən əməliyyatdan da sonra Pərviz həkim, xəstəxana direktoru mənim yanıma gəldi, məni ziyarət elədi. Onun müavinləri mütəmadi olaraq mənim ziyarətimə gəldilər. Misal üçün, Murad müəllim var orada, mütəmadi gəlib, müavindir direktorun, mütəmadi gəlib məni orada ziyarət edirdi. Bu da Şirvan şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Pərviz Rüstəmbəyovun göstərişi ilə olub bunlar hamısı. Ona görə də adı çəkilən insanların hamısına mən xüsusilə təşəkkürümü bildirirəm və indi yuxarıda gördüyünüz kimi də mən əməliyyatdan çıxan kimi ilk növbədə mən təşəkkürümü bildirdim. İlk əməliyyatdan çıxan kimi, amma bugünkü təşəkkür mən borc bildim özümə, mənim həyatımı qurtarıblar. Yəni bundan böyük bir şey yoxdur həyatda. Çünki çox ağır vəziyyətdə məni operativ şəkildə əməliyyat masasına çatdırdılar. Çox operativ. Və təbibin rəhbərliyinə xüsusi təşəkkürümü bildirirəm. Səhiyyə Nazirliyindən
məsul işçiləri əlaqələr saxladılar. Həkimlə, mənim özümlə və hər şey nəzarət altında olduğunu bildirdilər. Səhiyyə Nazirliyinin adı o qeyd etdiyim məsul işçilərinə adını çəkmək istəmirəm. Təşəkkürümü bildirirəm. Səhiyyə Nazirinə təşəkkürümü bildirirəm. Ondan sonra prezident administrasiyasında şəxslər var, məmurlar var. Onlara xüsusi təşəkkürümü bildirirəm. Bugün də mənə zəng vurmuşdular və ümumiyyətlə mən bir şey sizə deyim ki, əziz millətim, mən həmişə səhiyyənin, Azərbaycan səhiyyəsinin yanında olmuşam. Hər zamanda bu xəstəxanaları mən müdafiəsinə qalxmışam hər bir zaman, özünüz də yəqin ki, bilirsiniz bunu. Ancaq sözün açıqcasını mən sizə deyim ki, mən bu günləri Azərbaycan səhiyyəsinin, bu günləri, bu təbibin belə bir fəaliyyətinə mən inanmırdım. Yəni, mənə kimsə gəlib danışsaydı ki, belə bir işlər görürlər bunlar, belə bir operativliklə bu adamlar insan həyatı üçün həkimlər nə qədər əziyyət çəkir, nə qədər can qoyurlar ortaya, bunu mən inanmazdım, mən bunu gözlərimlə gördüm. Gözlərimlə gördüm, mən hətta qürur duydum, mən hətta dünən xəstəxanada ikən mən biraz da kövrəldim, hətta nəyə görə kövrəldim? Çünki mən qürur duydum ki, bugün Azərbaycan səhiyyəsi bu qədər inkişaf edib, Azərbaycan səhiyyəsi bu qədər həkimlərimizin vicdanı var, yəni ən əsas həkimdə vicdandır. Nəzərinizə çatdırım buradan ki, 1 manat ya istəyir 3 manat, ya istəyir 50.000 manat. Heç bir yerə məndən pul tələb olunmuyub, heç bir yerə 1 manat da verməmişəm. Onların bu əziyyətinə rağmen pul versəydim də, bugün də aparıb versəm də, onlar o pulu məndən almazdılar. Eşq olsun Azərbaycan səhiyyəsinə, eşq olsun təbibə, təbibin rəhbərliyinə, eşq olsun Şirvanşəhər Mərkəzi Xəstəxanasına. Mən buradan məndən ötürü narahatçılıq keçirdən müxtəlif yüksək çinli dövlət məmurları var. Onlara buradan müraciət eləmək istəyirəm ki, yəni biləsiniz ki, Şirvan şəhər Mərkəzi Xəstəxanası çox əmin əllədir və çox da yüksək səviyyədə burada tibbi xidmətlər var. Mən yenə də təkrar edirəm, kimsə bunu mənə desəydi, mən inanmazdım. Mən bunu şəxsən öz gözlərimlə gördüm və yenə təkrar edirəm, eşq olsun Azərbaycan səhiyyəsinə, eşq olsun təbibə, eşq olsun Şirvanşəhər Mərkəzi Xəstəxanasının rəhbərliyinə, onun bütün həkimlərinə, mənim həyata dönüşümdə fəaliyyəti olan bütün Şirvanşəhər Mərkəzi Xəstəxanasının kollektivinə böyük təşəkkürümü bildirirəm və arzu edirəm onlara ki, həyatlarını sağlam, uzun ömürlə başa vursunlar. Əziz millətim, bu qədər mən məcbur oldum bunu buradan qeyd etməyə. Çox sağ olun, minnətdaram. Tanrı Azərbaycanı qorusun, Tanrı dövlətimizi, millətimizi, həkimlərimizi qorusun.